İlya Universiteti demək olar ki, Gürcüstanın ən prestijli universitetlərindən birisidir və biz etnik azlıqlar üçün də onun üçün əhəmiyyətlidir ki, çünki hazırlıq kursu demək olar ki, ən yaxşı şəkildə İlya Dövlət Universitetindədir və bu biz etnik azlıqlar üçün çox əhəmiyyətlidir təbii ki. Biz orada təhsil alırıq, yəni təhsil almaqla yanaşı həm də ki, Gürcü cəmiyyətində inteqrasiya oluruq. İlya Dövlət Universiteti 2009-cu ildən hazırlıq kursuna tələbələr qəbul edir. İlk ildə 6 tələbəsi var idi. Bugünkü 2025-2026-cı ildə isə 540 tələbə qəbul etdi. Ancaq təəssüflər olsun ki, belə bir inkişaf etmiş universitet gələn ildən bu proqram üzrə tələbələr qəbul edə bilməyəcək. Bunun da səbəbi İlya Dövlət Universitetində 93% fakültətlərin bağlanmasıdır. İlya Universiteti mənim üçün nə üçün əhəmiyyətlidir? İlk öncə mən belə deyim, bundan bir neçə il öncə bura qəbul olmağı arzuluyurdum və arzuma çatdım, arzuma nail oldum. Mənim seçdiyim fakültət burada davam edir. Ancaq digər tələbələr üçün bu heç də satıcı deyil. Növbəti tədris ilindən mən bakalavrda oxumalı idim, ancaq bu qanun nəticəsində mən məcburam ki, başqa universitetdə mobil eləyəm. Ancaq bu da sual altındadır ki, nə qədər biz o universitetlərə adlamaq şansımız olacaq. Çünki bildiyimiz kimi o universitetlərdə də kvotalar var, hansı ki, onlar yeni tələbələr qəbul etməlidir və əlavə olaraq o tələbələri də qəbul etməlidir ki, hansı ki, bir il hazırlıqda oxuyurdular və gələn il o fakültələrdə hansı ki, universitetlərində bağlanıb, o mümkün olan universitetlərdə fakültələrinə davam etdirməlidirlər və mənim fikrimcə bu reallığa uyğun deyil. Hətta onu da qeyd etmək istəyirəm ki, tələbələrin azad seçimi olmalıdır. Çünki məsələn, biz İlya Universitetini ona görə seçmişəm ki, hüquq fakültəsi burada keyfiyyətcə çox yaxşı tədris olunur. Ancaq indi isə məcbur qalacam elə bir universitetə mobil eləyim. Düşünürəm ki, o təhsil keyfiyyəti o universitetdə olmayacaq. Mən universitet seçimi etdikdə daha azad şəkildə universitet seçdim, çünki mənim seçənəklərim çox idi və mən gəldim burada hazırlıq kursunda bir il vaxtım oldu ki, həm fakültemi seçim, həm də ki, daha da yaxşı düşünüm hansı fakültə mənim üçün daha əlverişlidir və mənim hüquq fakültesini seçmək kimi bir şansım oldu. Amma təəssüflər olsun ki, artıq abituriyentlərin o şansları itibdir. Çünki onlar artıq universitetə qəbul olduqda və qəbul olmaq istədikdə artıq onlar öz fakültələrini seçib gəlməlidirlər. Hal-hazırda bildiyimiz kimi 12-ci siniflər abituriyentlər universitetə qəbul olmaq üçün hazırlaşırlar və son aylardır hansı ki, imtahanına qalıb. Ancaq onlar elə bir qanunla üzləşirlər ki, azad seçə, istədikləri universitetdə, istədikləri fakültələri azad seçə bilmirlər. Çünki o universitetdə o fakültələr olmaya bilər və bu risklə qarşılaşırlar. Hətta bunu da əlavə eləmək istəyirəm ki, onların öz dillərində, medialarda bu haqda məlumat yoxdur və bir şəhər, bir fakültə prinsipi demək olar ki, təhsil hüququna ziddir. Çünki məsələn, Marneolidə qalan bir tələbə Batumda gedib təhsil ala bilməz. Bu onun üçün absurddur. Çünki yeni bir cəmiyyətə açılmaq onun üçün demək olar ki, qeyri-müəyyəndir və qeyri-mümkündür. Və onu da qeyd etmək istəyirəm ki, Tiflis şagirdlər üçün daha əlçatanlıdır. Nəinki digər regionlar, məsəl üçün Batum ola bilər, Kutaisi ola bilər, Qori ola bilər. Çünki Tiflisdə belə götürsək, hər kəsin bir tanışı var. Ancaq qeyd etdiyimiz bölgələrdə Batum, Qori, Kutaisi və həmin bölgələrdə o şagirdlərin heç bir tanışı yoxdur və avtomatik olaraq bu onlar üçün diskomfort bir yer yaradır və onların orada komfortda alışması zaman alır. Və bu zaman isə təhsil keyfiyyəti yüksək səviyyədə olmur. Tbilisi paytaxt olduğu üçün bura əlçatanlıq daha çoxdur. Çünki bildiyimiz kimi etnik Azərbaycanlıların yaşadığı bölgələr Marneoli, Dumanisi, Bonlisi, Qardaban, Rustavi və digər bölgələrə daha yaxındır. Onlar burada kirə pulu ödəmədən, burada kirədə qalmadan, asan bir şəkildə transportdan istifadə edərək gəlib burada təhsil ala bilərlər. Etnik azlıqlar Tbilisi böyük şəhər olduğu üçün bir çox iş imkanları tapa bilirlər və maddi olaraq ailələrindən asılı olmurlar. Hələ o bir il təhsil alana qədər onların şansları var ki, türk dilli şirkətlərdə işləsinlər. Ancaq təəssüf olsun ki, son illərdə 1+4 proqramının bağlanması
gündəmdədir. Onların qeyd etdiyi arqument isə budur ki, demək olar ki, etnik azlıqların 90%-i gürcü dilini bilirlər. Ancaq bu reallıqda belə deyil. O təhsil necə ki qeyd eləyirlər, gürcü dilini etnik azlıqlar bilirlər, məktəblərdə bizə verilmir. Biz məktəblərdə o səviyyədə öyrənə bilmirik və məcbur qalırıq ki, 1+4 proqramında gürcü dilini öyrənək. Və bunun da reallığı və arqumenti o ola bilər ki, bizim şansımız var ki, 2 istiqamətli imtahan verək. Biri, necə ki, etnik gürcülər milli imtahandan istifadə edərək 3 fəndən imtahan verirlər və ikinci ehtimal da budur ki, necə ki, biz 1 il gürcü dilini öyrənməyi qəbullanırıq. Əgər biz gürcü dilini o səviyyədə bilsəydik, 1 ilimizi niyə itirməyi göz qabağına alardıq? Hər bir fakültet qanunu demək olar ki, qızlar üçün daha böyük təhlükə yaradır. Çünki onların təhsil almağı daha da qısıtlanır. Çünki ola bilsin ki, valideynləri Tiflisə gəlib təhsil almaqlarına icazə verirlər, amma Batuma gedə bilmirlər və bu da qızların təhsildən uzaqlaşmasına çox böyük bir səbəb yaradır. Və demək olar ki, Tiflisə belə gəldikdə qızlar valideynlərinin qorumaları altında gəlirlər. Bəlkə də mənim üçün də bu böyük bir problem yaradacaqdır. Əgər ki, hüquq fakültesi Tiflisdə yox da Batumda olsaydı, bəlkə də mən öz fakültemi, öz istədiyim fakülteni və ya universitetdən uzaqlaşacaqdım və hətta demək olar ki, təhsil belə ala bilməzdim. Çünki qızlar üçün bu daha da çətindir. Yəni etnik azlıqlarda daha böyük problem yaradırlar və qızların azadlığı demək olar ki, digər millətlərdən nisbətən daha da qısıtlıdır. Bu onların bəlkə də gələcəkdə iş bazarlarında, qadınların gələcəkdə iş bazarında azalmasına belə səbəb ola bilər. Və hal-hazırda belə qadınlar demək olar ki, etnik azlıq qadınlar demək olar ki, iş bazarında yeni yer tapırlar və əgər bir fakültet bir şəhərdə olsa, demək olar ki, qadınların iş bazarında get-gedə silinə bilərlər. Ağzımızda etnik azlıq deyirik. O səviyyədə dili bilmədikləri üçün bu 1+4 proqramı bunlar üçün dili öyrənməyə bir böyük şansdır və bu şans bunların əllərindən alınacaqsa əgər, bu insanlar necə dil öyrənsin? Bu maraqlı bir sualdır və əgər bu insan həmin səviyyədə dili bilirsə, yəni əgər birinci kursa imtahan verəcək, yəni dövlət səviyyəsində gürcü dilini bilirsə, bu insan nə üçün bir il vaxtını itirsin? Məncə bu məntiqli deyil və